Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük, dəyərli izləyicilər. Bəli, bugün həftənin bazar günü gözəl günlərdən biridir. Müqəddəs Ramazan ayında hamınızı xoş gördük. Allah oruç tutanlarımızın orucunu qəbul eləsin. Bu müqəddəs ayda edilən dualar qəbul olunsun. Bu müqəddəs ayda hər birimizin ürəyindən nə keçirsə, bizi yaradan Allah o arzularımıza nail etsin. Və bu müqəddəs ay münasibəti ilə, qarşıda gələn Novruz bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Hamınıza uzun ömür, can sağlığı arzu edirəm. Bax, görürsünüz, dekordan da görürsünüz ki, artıq biz Novruz ab-ı havasında yaşayırıq. Onu da diqqətinizə çatdırım ki, siz etiraf proqramına Root Fruit çiyərək fabrikinin sponsorluğu ilə baxırsınız. Və beləliklə, indi hamınız səbirsizliklə gözləyirsiniz ki, görəsən qonağım kimdir? Bəli, qonağım çox dəyərli sənətkar, sözün demiş, adıyla, sanlıyla, namusuyla, qeyrətiyle bu incəsənət aləmində ad qazanan, san qazanan və Azərbaycan incəsənətinə və mədəniyyətinə xidmət eləyən gözəl xanım, abırlı, həyalı, ismətli bir xanım, Respublikamızın əməkdar artisti, dəyərli sənətkar Nuriyə Hüseynova və onun qızı, ciyərparəsi Çilənay Hüseynova. Ay, nə gözəl divandır bu. Bəli. Birinci, xoş gəlmişsiniz. Təşəkkür edirik. Həmişə siz gələsiniz. Çox sağ olun. Dəyərli sənətkarımız, gözəl xanım xatın, bayaq da dedim, öz dəsti xətti olan Azərbaycan incəsənətinə, mədəniyyətinə xidmət edən və Azərbaycan mədəniyyətini, incəsənətini, muğamını dünyada tanıtdıran, mesaj yazıram, haradasınız Nuriyə xanım? Deyir ki, Taydiyam, nə bilim, Çindiyam, hardiyam, Nuriyə xanım, harada axırı ki, güclə tutub gətirmişəm. Maşallah, səhərdən oxuyurdunuz. İndi sizə bir söz dedim, ana hansızdır, qız hansızsınız. Maşallah, maşallah, maşallah. Biri-birinizdən dəyərli, biri-birinizdən gözəl. Əlbəttə ki, Sinanay bala bizim qızımız, balamızdır və deyir, ustadına bərəkallah. Çünki niyə görə ki, götürün onu, zəhmət olmasa. Siz oxuyanda Nuriyə xanım sizə elə bir fəxrlə baxdı ki, mən psixoloqam axı, aliməm. Elə gözəlsizdir ki, yəni ki, şükür Allaha, özüm boyda gözəl qızım, ağıllı qızım var. Necəsiniz? Sağ olun. Mən də sizləri salamlayıram və bizi izləyən bütün tamaşaçıları salamlayıram və dəvətiniz üçün sizə təşəkkür edirəm. Çox xoş oldu. Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun. Nuriyə xanım, nə var, nə yox? Yaxşılıqdır, hər şey gözəldir. Mən də tamaşaçıları salamlayıram. Gözəl günlərdə biz hamımız görüşürük. Müqəddəs Ramazan ayıdır. Birazdan Ramazan bayramını qeyd eləyəcəyik. Oruç namazınız qəbul olsun. İbadətiniz qəbul olsun, dəyərli tamaşaçılar. Artıq Novruz gəlir. Axırıncı çərşəbəmizi qeyd eləyəcəyik. Bəli, bir neçə gündən sonra. Nə gözəldir bu bayramlar. İnsanın həyatında dəyişiklik olur, insanın ruhuna, əhvalına bir gözəl ovqat qatır. Bayramımız mübarək olsun. Can sağlığı arzulayıram hər birinizə. Bu dünyada ən önəmli can sağlığıdır. Və ruzu bərəkətiniz bol olsun, günümüz, güzaranımız xoş olsun. Bayramınız mübarək olsun və sizə dərin təşəkkür edirəm. Estağfurullah. Və sizin ananızın əlindən öpürəm. Biz bir dəfə sizin evinizdə çəkilişdə qonaq olmuşduq. Bəli. O qədər bizi gözəl qarşıladı. O qədər bizə sevgi, sayğı O sizi çox istəyir. İndi ki, oturub baxır sizə. bayramını da təbrik eləyirəm. Öpürəm əllərinizdən, gözəl ana. Çox sağ olun. Mən də sizin əllərinizdən öpürəm. Çox Siz sağ də olun, anasınız, var olasınız. İndi gəlin keçək əsas mətələbə. Neçə il bundan qabaq etiraf verişində olmuşdunuz? Təxminən. Neçə idisə yadımdan Sizin çıxıb. xatirəniz yaxşıdır. Yadımdan çıxıb. Amma bir onu bilirəm ki... Bir olar, 18-19 il olar. Bəli, olar, bəlkə də olar. Yadımdadır ki, o etirafdan sonra o qədər mənə zəhlər gəlmişdi. Sizə də... Bəli, mənə zəng vurdular, dedilər ki, bütün hamı etiraf elədi, amma bu etirafların içində Nuriyə xanım Hüseynovanın
etirafı ən düzgün, doğru oldu. Çünki o xanım Ordubadlıdır və onun gözəl valideynləri var, gözəl ailəsi var və tərbiyəsi ilə, əxlaqı ilə ailəsinin də və hamıya nümunədir. Yəni o vaxt oldu. İndi gəlin belə eləyək də. Mən elə istəyirəm, bax, burada mən valideynlərimin adını çəkdiniz. Valideynlərim bütün qışı bizlə bir yerdə olublar, amma 2-3 gün öncə Ordubada yola saldıq. Atamın da, anamın da əllərindən öpürəm. Bayramlarını təbrik edirəm. Sizi çox sevirik. Siz getmişsiniz, yeriniz görsənir, darıxırıq. Allah qorusun sizi, nə yaxşı ki varsınız. Gəlin də bə, gəlin də bə, bayramdan sonra gəlin. İnşallah Allah, mən də onları bayramlarını təbrik edirəm. Sizin ananızın, atanızın timsalında, öz anamın timsalında və başda şəhid analarımızın, qazilərimizin analarının, bütün anaların əllərindən öpürəm yenə də və deyirəm ki, sizin atanıza, ananıza ki, sağ olun, belə əxlaqlı, tərbiyəli, namuslu və Azərbaycan sənətinə bir töhfə vermişsiniz. Allah sizə ömrü versin. Nə yaxşı ki, siz gözəl vaxtınıza düşüb bu xanımı yaradanda. Boy, qamət, gözəllik, səs, hamısı bu xanımda. Sağ olun. Nuriyə xanım, Çitraxuda işvara, ayravanı çəndrikə. Xalatımızı geyinək, gedək 19 il bundan öncəyə. Gedək. Görək Nuriyə xanım etirafda nə demişdi? Buyurun, zəhmət olmasa, rejissorumuza xahiş edirəm. Həyat gözəldir, yaşamaq gözəldir və həyatda həmişə şirniyyat, həmişə konfet yemək olmaz. Həyatda hərdən acı bibərin də dadına baxırsan, onsuz mümkün deyil. Yəni, həyat budur. Biz istədik, istəmədik, biz yaşadıqca acılarla da, şirinlərlə də qarşılaşırıq. Heç həyatına müqavilə bağlamamışıq ki, sabah bizi nə gözləyir. Onun üçün də insan mənalı bir ömür yaşamalıdır. Ola bilir ki, çox vaxt insanın maddi durumu pis olur. Mən bütövlükdə insan həyatından danışıram. Yəni, bu mənim özümə, mən də bir insanam. Bəli. Biz də milyonların biriyik. Əlbəttə, milyonlardan biriyik. Bütün bu şeylərə baxmayaraq yaşayırıq, çətinliklər də görürük, gözəl günlər də görürük. Birdən deyirlər xoşbəxt insan və deyirsən yox, xoşbəxt insan demək olmaz, xoşbəxt anlar ola bilər. Xoşbəxt anlar olur ki, o anları yaşayırsan və dediyim kimi, haradasa bir çətinlik, bir problem görəndə, bir başqasının çox ağır bir faciəsini görəndə, əlbəttə ki, min dəfə Allaha şükür eləyirsən ki, əgər mənim ailəmdə, uşağım, özüm, yoldaşım, ətrafımda olan, mənə yaxın olan insanlar sağ-salamatdırlarsa, onlar sağlamdırlarsa və bir tikə çörəyi halallıqla tapıb yeyirlərsə, vallahi bundan gözəl şey yox. Nuriyə xanım, görürsünüz, arxivi saxlayıram. Yaş üstünə yaş gəlir. Yox, maşallah. Qocalırıq. Vallahi heç maşallah deyir, mən nə qədər qoca olsam da, maşallah, siz elə necə xanımlığınızı qoruyub saxlamısınız, təbii ki, illər öz sözün deyir. Bu təbii ki, budur. Təbii, hər yaşın öz gözəlliyi var. Allah bizi, nənəm rəhmətlik deyirdi ki, Allah hər birinizin deyir, o qocalıq dadını deyir, yaşatsın. Amin, amin. Allah hamıya yaşasın, o da öz gözəl bir şeydir. Əlbəttə ki. Həddindən artıq. Nuriyə xanım, bu veriliş gedib 2004-cü ildə. Hə, mən haradasa... 2024 il. Neçə il eləyir uşaqlar? 2024-dən bura. 20 il. 20 il. 21 il. 21 il bundan öncə. Bəli, 21 il. 21 il hələ belə şey deyil idi. Valla, hələ də yadımdadır. Onda neçə yaşım var idi valla? Mikrofon zəhmət olmasa, mikrofonu özünüzü saxlayın. 31-ci sinifə getmişəmsə, 2004-cü ildə 7-də 8-də oxuyardım. Mənim 33 yaşım var idi məncə. 33 yaşınızdadır. Siz hansı ayda doğulmuşsunuz? Martda. Martın neçəsi? Martın 17-si. 17-si. Deməli, indi bugün martın 16-sıdır. 17-sinə keçən gecə. Martın 16-sından 17-sinə keçən gecəsi. Bəli. Gecə doğulmuşsunuz, Bəli, düzdür? bəli. Bizim sizə bir sürprizimiz var. İstəyirəm ki, sizə o sürpriz edeyim, elə canlı. Ver bala onları buraya, ver görüm. Nuriyə xanım, ay sağ ol. Ver görüm.
Mən elə-belə Ay, sizi nə bu günləri əziyyət dəvət çəkmisiniz. eləməmişəm. Ay, Bu gün İlham müəllim, sizin nə əziyyət çəkmisiniz. ad gününüzdür. Oo, Bugün bu gözəl Çox təşəkkür günü. edirəm, nə gözəl Bax, bu da çiçəklərdir. sizin, baxın. Nə gözəl. Baxın, Nə gözəl. kameramızda göstərsin, zəhmət olmasa Nuriyə xanımı. Sağ olsun, Sumqayıt, Tort Şirniyyət evi, Sevinç xanım elə yaradıb ki, elə bir Nuriyə xanımın canlı özüdür. Ay, çox sağ olun, var olun. Var Çiçəklər olasınız. içində, tort Əyləşin. içində, Sevinç xanıma da Əyləşin. bu çiçəkləri göndərən Zəhra Gül salonuna. Zəhra Bəli, Gül salonuna da çox təşəkkür təşəkkür edirəm. edirik. Var olun, çox Var sağ olun. Mən də əziyyət sizi çəkmisiniz. təbrik edirəm. Çox sağ olun, var olun İlham Var müəllim. olasınız, Təşəkkür edirəm Allah razı diqqətiniz olsun. üçün. Sağ olun, çox Sağ sağ olun, olun. var olun. Siz həmişə diqqətdə olmalı xanımsınız, sənətkarsınız. Çox sağ Hələ olun. diqqətdə də inşallah bundan sonra da olacaqsınız. Doğrudan da sizi dünyaya gətirən Atiyanıya eşq olsun. Təşəkkür Vallahi, edirəm, nə gözəl sağ ki olun. varsınız. Çox Nə sağ gözəl olun ki İlham müəllim, varsınız. təşəkkür Bir edirəm. daha sizi təbrik edirəm. Çox sağ İnşallah olun. sabah artıq bir neçə saatdan sonra sizin doğum gününüz başlayır. Mən xoşbəxtəm ki, sizi kimi sənətkarın ilk mən təbrik elədim. İnşallah bundan sonra harda təbrik olunsun, amma əsas odur ki, möhrün burada vurdıq. Təşəkkür edirəm, çox sağ olun 21 ildən diqqətiniz sonra. üçün. 21 ildən Bəli, sonra. diqqətiniz üçün çox təşəkkür edirəm, var Sizi olun. bizim kanalımız sevir. Sağ olun, Kanalımızın rəhbərliyinin böyük sizə hörməti var. Təşəkkür edirəm. Bəli. Buradan hər birini Bəli, salamlayıb Ədalət bayramlarını müəllimdir, təbrik Elsəvər edirəm. müəllimdir, sizi sevirlər. Çox sağ olsun, həddindən Allah artıq. canlarını sağ Həddindən eləsin. artıq. Çünki sənətkarları sevirlər və sizin də Təşəkkürlər, var olsunlar. necə deyim, öz yeriniz var. Sağ olun. Nuriyə xanım, 21 il keçib aradan, etirafdan sonra nəsə etiraf, bir etiraf budur ki, artıq yanınızda bax gözəl, həmi bəstəkardır, həmi müğənnidir, həm də ki özünün elmi işçidir. Ondan sonra canım istədirsin, nə deyim, deyir, belə saymaqla barmaq maşallah Çilanay qutarmır. maşallah o vaxtı balacaydı, o vaxt mən etiraf edirdim. Hələ Çilanay özü balaca bir qız idi. Məktəbdə oxuyurdu. Artıq o konservatoriyanı bitirdi, magistri bitirdi. Hal-hazırda Milli Elmlər Akademiyasında elmi işçidir. Hansı şöbədə? Musiqinin tarixi və nəzəriyyəsi şöbəsindəyəm. İnstitut vardı orada, hansı Bəli, institutdur? Memarlıq və İncəsənət Nə gözəl. İnstitutunda. Neçənci mərtəbədir? 4-cü mərtəbə. 9-cu mərtəbədə də mən otururdum. Psixologiya Nə gözəl. və hüquq institutunda. 9-da biz otururduq orada. Mən də 10 il orada işləmişəm Nə elə. gözəl, hə, Bəli, əla. nə gözəl. Əla. Xeyirli uğurlu olsun. Sağ olun, Halal çox olsun. sağ Neçə evladınız var? 2, bir oğlum, bir qızım var. Bir oğlum, Bəli, bir qızınız. oğlum da həkimdir, Maşallah. cərrahdır, xalqımızın xidmətindədir. Oğul böyüdü yoxsa? Oğlum Çilanaydan 1 yaş böyükdür, bəli. Maşallah. Nəvələr var? Var, Neçə dənə? 4 nəvəm var. Necə? İkisi oğlumdadır, ikisi də qızımdadır. Qızına, maşallah. Halal olsun. Sağ ol. O gün olsun sizi O gün nəticələriniz mən sizi olsun. Baba Çox kimi sağ olun. təbrik Amin, edirəm. amin. Nəticələriniz olsun. Onda da Sağ bir olun, var olun. Nuriyə xanım, bax 21 ildən sonra yenə də gələcəksiniz etirafa inşallah. İnşallah, inşallah. Nə İnşallah. gözəldir. Allahın köməkliyi ilə. Onda gələrsiniz Çilanayın oğlunuzun balalarından danışarıq ki, onlar hansı universitetdə oxuyurlar, İnşallah. haranı bitiriblər. Allah bizə nəsib Bəli. etsin o gözəl günləri. Məndə o sifətlər inanın, əziz tamaşaçılar. O olacaq, bunları bilmirəm. Mən 21 ildən sonra Olacaq, inşallah. Hələ siz də olacaqsınız İnşallah, inşallah. inşallah. Amma bu özü də bir etirafdır ki, gözəl etirafdır ki, o vaxtı tək gəlmişdir. Bu günləri artıq, necə deyim, əsərinizdir də, Bəli. sənətinizdir, necə deyim, dünyaya gətirdiyiniz evladdır, onu özünüzlə gətirdiniz. Bəli. Nə yaxşı icazə verdiniz, özünüz həmişə çəkingən xanım olmuşsunuz da. İndi çəkingən deyəndə sözün deyən xanım olmuşsunuz, amma hamını yerinə oturtdurmağı da bacaran xanım olmuşsunuz. Amma bu sənəti bilirsiniz də, bu sənətin içində, necə deyim, elə bilginən ki, bir, iki, belə barmaqla sayılan kim var ki, məsəl üçün, adı üstündə qalır da. Gəl açıq deyək, adı üstündə qalır. O barmaqla sayılan, onların da biri bu xanımdır. Nuriyə xanımdır, nə yaxşı icazə verdiniz bu sənətə? Bilirsiniz necədir? Mən bir sözü həmişə demişəm ki, hər hansı bir sənətdə olursansa ol, bütün sənətlər, bütün peşələr həm çətindir, həm məsuliyyətlidir və insan xarakteri hansısa bir sənətdə, hansısa bir işin başında olursan, fərq eləməz. İnsan xarakteri nədirsə odur.
Yəni bugün həkimlik sənəti də çox çətin bir işdir. Elə jurnalistikanı oxuyan jurnalistlərin də işi çətindir. Müəllimlik, bütün peşələr. Televiziya işçisi gecəsi yox, gündüzü yox. Yəni bütün sahələrdə çətinliklər var. Mən zaman keçdikcə elə baxdım, gördüm ki, bəlkə də ən belə səliqəli iş bizim işimizdir. Çətinlikləri çoxdur. Bu sənət çox çətindir. Yəni bu sənətdə yəni pərdə arxası bunun o qədər çətinlikləri var ki, onları tamaşaçı bilmir və görmür. Amma bir səliqəli sənətdir. Ümumiyyətlə bütün sahələrdə insan gərək hansı işdə olursa olsun öncə ağlını türklər demişən kullansın. Və o olduğu yerdə işin səliqəli şəkildə gedəcək. Yəni heç vaxt düşünmürəm ki, incəsənət aləmində olmaq özü böyük bir xoşbəxtlikdir. Allah sənə böyük bir istedad verir. Ya sən bəstəkarsan, ya sən gözəl səs sahibisən, ya bir gözəl heykəltaraş rəssamsan, ya gözəl bir alətdə ifa edə bilirsən. Sən incəsənət insanısan və səni Allah belə yaradıb. Sən dünyanın ən xoşbəxt insanısan. Bunun dəyərini, qiymətini bəzən bizdə bilmirlər. Və bizdə biraz bu son illərdə incəsənətə meyillilik də çoxalıbdır və elə hamı istəyir bu sahədə olsun. Hamı deyər ki, ay, bunu siz deməlisiniz də. Bu günləri bəzi ərindən ayrılanlar, arvad axtaranlar, əl axtaranlar, həci axtaranlar, İraq sənətkarlardan İraqa, sənət adamlarından və o ömrün günün sənətə qurban verənlərimiz də var. Amma bu günləri artıq incəsənəti çox ucuzlaşdırıblar. Artıq səsə yox, üzr istəyirəm, ancaq belə görünüşə şey deyirəm. Gəlin etiraf eləyək ki, sizin o dediyiniz ki var, görünüş, o bütün sahələrdə var da, həkimlikdə də var. Amma gözə görünən bunlardır da. Elə həkimlər var, mən baxıram, elə bilirəm, aktrisadır. Gəlin etiraf eləyək ki, hər sahədə, hər cürə insan var. Sadəcə müğənnilər, musiqiçilər üzdədir, görünürlər onlar. Göz önündə deyə, onun hər bir şey diqqət çəkir. Amma mən başqa sahələrdə elə qlamur insanlar görürəm. Deyirəm, görəm bu musiqiçi müğənni olsa necə olar görəsən də. Və mən sizə deyim ki, bu sənət, mən öz adıma danışıram. Nuriyə xanımı el tanıyır. O görünən bir insandır da. Onun mən öz adıma danışıram. Bu sənətə mən ilk addımımı qoyandan, mən qeyri-peşəkar musiqiçi deyiləm də. Yəni mən konservatoriya böyük bitirmişəm və Bülbül adına məktəbi bitirmişəm. Yəni ay bala, ondan da qabaq sənin elə müəllimin evindədir də. Yəni deməyim odur ki, həvəskar kimi deyiləm də. Məsələn ki, siz dediniz icazə vermək məsələsi. Yəni bu sənətin içində olmuşam mən sıfırdan və bu sənət ancaq mənə hörmət gətirib. Mən hara gedirəmsə, insanlar mənə o qədər gözəl qarşılayır, o qədər gözəl yola salır. Gəlin, açıq etiraf edək. Siz hara gedirsinizsə, sizi Nuriyə Hüseynovanın qızı kimi hörmət edirlər. Elə də eləyirlər, özümün də qazandığım hörmətlər çoxdur. Ay, sağ olun. Ay, sağ olun. Əsas odur. Hər ikisi var. Əsas odur. Elə o insanlar olub, mən illərlə tanıyıb. Bilməyib kimin qızıyam da. Çünki mənim bir xasiyyətim var. Mən getdim demək xoşlamıram da ki, mən kimin övladıyam. Niyə? Fəxr eləyirəm əslində. Amma niyə deməyə xoşlamıram? O bir obraz var, insan qısılır ki, mən bu filankəsin övladıyam, mən bu işimi... Bizdə elə şey olmayıb. Mən həmişə konservatoriyanı bitirdim 4 il. Anamın müəllimləri mənə dərs dedi. Cavan vaxtda anama deyiblər, sonra mənə... Onlar 4 il ərzində bilmədi ki, mən kimin övladıyam. Yəni mən öz halal qiymətimi alırdım, amma kimisə adından istifadə edib onu qaldırmırdım. Yəni o qiyməti. Deməyim odur ki, məndə elə xasiyyət yoxdur və elə insanlar var, məni bu yaxınlarda bilib ki, Nuriyə xanımın qızıyam və şok olublar ki, biz illərdir səni tanıyırıq. Buradan salamlayıram gözəl maestro Ağaverdi müəllimi, Ağaverdi Paşayevi. Ağaverdi müəllimi Çelanaya xor dirijorluqdan konservatoriyada dərs deyirdi. Eyüp müəllim. Bizə salamlayır. Bəli, imtahanda. Eyüp müəllimi çox sevirəm mən. Və inşallah onu mən istəyirəm etirafda görəm, inşallah. İnanırsınız ki, Çilanay Ağaverdi müəllim qarşısında imtahan vermişdi. Sonra elə oldu ki, biz Ağaverdi müəllimlə Filarmoniyada görüşdük. Deyirəm ki, bəs bugün mənim qızıma siz imtahanda qiymət yazmışsınız, yaxşı imtahanda gözəl qiymət yazmışsınız ona. Dedi, hansına, kimdir ki sənin qızın? Belə Çilanay deyəndə, deyir, Nuriyə xanım, doğrudan mı sənin qızındır, deyirəm. Yəni o Çilanay da xoşlamayıb heç vaxtda desin ki, anamın adından istifadə edim. Ağıllı adamdır. Yəni. Ağıllı adamdır. Yaxşı, indi gözəl ananız var.
Ondan sonra özü çox gözəl ailəniz var. Çox gözəl kökdənsiniz. Bir xanım kimi özünüzü xoşbəxt hiss edirsiniz. Əlbəttə. Mən Doğrudan. elə düşünürəm ki, xoşbəxtlik insanın həyata baxış açısından yaranır. Yəni hər şey olub da şikayətçi insanlar çox görmüşük. Bəli. Heç nəyə olub olmayıb da şükürlü insanlar görmüşük. Yəni bu tamamilə baxış açısı ilə əlaqəli. Sevib ailə qurmusunuz yoxsa? Mənim yoldaşım yəqin ki, buradan izləyir. Hə. Bir yerdə oxumuşuq Bülbül adlı məktəbdə. O skripkanı bitirib Aha. 11 il. Mən onu hələ bax Mən ora də gəlmək istəyirəm ki, necə fortepianonu oldu səni bitirmişəm. buraxdı? Bəli, ikimiz də musiqiçi olmuşuq. Yəni Aha. o skripkanı bitirib və o illər ərzində biz tanış olmuşuq. Məktəbin 10-cu sinifində tanış olmuşuq. Hətta 11-də. 11-də tanış olmuşuq. O illər ərzində bir-birimizi sevmişik. 11-ci sinifdə siz sevməyə Bəli. başlamışsınız. Hə. Bir yerdə bitirmişik. Yəni o illər ərzində bir-birini sevmişik. Bir yerdə bitirmişik. Sonra Bakı Musiqi Akademiyasına daxil olmuşuq. O illərdə də. Sonra o əsgər getdi. Yəni bu uzun bir müddətin İndi tanışlığı. nə sahəsindədir? İndi çoxdan demək olar musiqidən uzaqlaşır. Aha. İndi şirkətdə işləyir. Yəni özünün Qısqanmır ki sizi. qısqananda qısqanır. Siz onu qısqanmırsınız. Mən əvvəl daha çox. Niyə görə? Çünki əvvəl təzə bir adam. Nə bürcüdür, nə bürcüdür? Dolça, Dolçadır. Siz nə bürcüsüz? əqrəb. Oyda, necə yola gedirsiniz? Deyəsən əqrəblərlə işim yola getmir. Oy, Allah Allah, can qardaş, can, mən bildim indi nələr çəkirsən. Əqrəblər xanımları xəyanəti bağışlamır. Sevəndə dəli kimi sevir. Düzgünlüyü sevir. Və ona xəyanət eləyən əqrəb xanımı, ona xəyanət eləyən kişini istəyir dünyalar qədər sevsin, həyatından domestosla silər. Bax, siz elə bil bu dəqiqə məni rentgen kimi çəkdiniz. Doğrudan. Bəli. Çünki ağ qarıya qara Mən və elə- deyir ki, mən səni sevirəm, sən də məni. Duxun var mənim üstümə bir gül qoxula. Allaha and olsun. Ay yazıq, vay yazığım gəldi ona. Allaha and olsun. Amma xoşbəxtsiz, düzdür? Bəli, Allah Mən ona saxlasın. inanıram. İnanırsınız. Bəli. Çünki o özünü sübut eləyib həyatda. İnandırıb Bəli. özün. Nə gözəl. Çox yaxşı. Mən oldu. inanıram ki, Allah saxlasın. mən inanıram. Sabah mənim İraq olsun, başıma bir iş gəlsə, o mənim uşaqlarımı özü Allah tək bir eləməsin. ömür böyüdər. Və bir adamla da, bir xanımla da tanış olmaz. Mən ona inanıram. Oy. Allah eləməsin. Allah Yəni eləməsin. o elə Olmasın, bir- Allah sizi gözəl sözlər ayırmasın. Elə danışaq. bir ürəyə sahibdir yəni Hə, demək istəyirəm. gözəl insandır. Yəni mən də salam deyirəm. Emili çox istəyirəm. Yəni doğrudan da. Sizə bir söz deyim. Mən ölüm düzün deyim. Xatirlər, mən sizin səmimiliyinizə inanıram. Emil bəydir də adı, düzdür. Emil bəy deyirlər ki, kürəkəndən oğul olmur. Mən ölüm. Oğul, kürəkən. Yox, o söz səhv sözdür. Bu sadəcə xarakterə bağlıdır. Elə valideynlər var ki, heç öz oğullarından bir hörmət görmürlər, amma kürəkən onlara oğul kimi hörmətlə yanaşır. Bu sadəcə insan tərbiyəsidir, insanın o bayaqçılana gözəl bir söz işlətdi, baxış açısıdır, onun intellektual səviyyəsidir. Yəni burada çox şeylər var. Mən deməzdim ki, bu belədir. Təbii Allah hər kəsin öz balasını, O heç. öz oğlunu, öz evladını qorusun, Hörmət saxlasın. O heç, qarşılıqlıdır. bəli. Amma kürəkənlər var ki, məsəl üçün bəzi bax biz bunu çox görmüşük də yoldaşının atasına, anasına öz valideynləri kimi hörmət Təbii. eləyir. Məsələn mən Emil öz ata-anasına hansı hörməti qoyursa, elə bizə də o hörməti qoyur. Təbii ki, o hörməti görür ki, qoyur da. Təbii, İnsan qarşılıqlı gərək da hər deyir şey. ki, bir söz var, deyir, yaxşı at özünə qamçı vıldırmaz. Və mənim 25 ildir, ailə qurmuşam, 25 ildir. Mən bu günə kimi qaynanama Südabə xanım deyirəm. İnanın. Mən qaynanamla saatlarla oturub heç vaxt söhbət eləməmişəm. O qadın hələ məni görəndə bax, ancaq ürəyim istədiyi şeyi bax, yedizirər, şey elər, amma çox münasibətimiz belə necə deyim sizə, belə öz anam Gülarəni necə sevirəmsə, qaynanamı da o cür. Elə də olmalıdır. Əlbəttə. Elə də olmalıdır. Əslən haraldır? Gəncədə. Gəncəli, qadan alım, qadan alım, o da Gəncə qaymaqları gətirir də, yiyirsiniz hə? Bəzən. Həmişə Gəncə yox. paxlavası. Amma bəli. Gəncəlilər qonaqpərvər olur ha. Çox yaxşı. qonaqpərvər. Elə yaxşı tapmısınız. Ordubatlılar da qonaqpərvər, Gəncəlilər də qonaqpərvər. Düzdür, bütün Azərbaycan. bölgələrimiz gözəldir, amma çox yaxşıdır. Həyatda bir oğlunuz, bir qızınız Bəli, var. bəli. Neçə yaşları var? Oğlumun adı Qorxmazdı buradan. Baxır indi 100%. Salamlayıram. 12 yaşı var. Aha. Qızım da Aybikə 9 yaşındadır. Elə bu ayın 27-si inşallah 10 yaşı olacaq. Nənəsi ilə
27'si də onda. 27'si. Hə, 27'si. 27'si. Nuriye xanım, mən ölüm düzünü deyil. Sevib ailə qurmuşsunuz, yoxsa kimlərinsə? Hə, indi etiraf edin də ad gününüzdür. Əlbəttə ki, mən yoldaşımdan çox razıyam. Doğrudan Allah deyirsiniz, onu yoxsa? mən başımın üstündən əski eləməsin, balalarımın başının üstündən Adı əski nədir? eləməsin. Hüseyin bəy, salamlayıram buradan. Hüseyin bəy, salamlayıram sizi. Mən sizi təbrik edirəm. Sabah yoldaşınız artıq bir saatdan sonra doğum günüdür. Təbrik edirəm. Yaxşı ki, Allah sizin üzünüzə baxıb ki, bax, belə bir xanım qarşınıza çıxardı və bu xanımın da qarşısına sizin kimi bir bəy çıxardı. Allah sizi ömür gün yoldaşı ömürlük eləsin. Belə nəvələrinizin, nəticələrinizin toyun görəsiniz. Amin. Çox sağ olun. Deməli, heç qısqanmayıb da sizi. Yox, niyə qısqanmayıbdır? Yəni, mən konservatoriyada oxuduğum illər ərzində heç mən səhnəyə heç çıxmır. Biz ailə quranda da o mənə icazə vermirdi səhnəyə çıxmağa. Nə oldu? Necə Mən onun beynini yediniz ki, icazə verdi? Konservatoriyada oxuyurdum, tələbə idim. Yəni, aparırdı, qoyurdu dərsə, sonra da gəlirdi, götürürdü məni. O haralıdır? Elə o da öz yerlimizdə, Ordubadlıdır, bəli. Dedə, bax, o da Ordubadlıdır. Nəysə ki, yəni, illərin bir sınağı var. Sınaqdan keçdiniz. Elə bir zaman gəldi ki, məsəl üçün, mən yenə də söylürəm sizə, elə vaxtlar olurdu ki, o məni aparırdı, dərsə qoyurdu, sonra dərsdən çıxanda da gəlib məni götürürdü, evə gətirirdi. Sonra illər keçdi, zaman keçdi, dövr keçdi, uşaqlar dünyaya gəldi, uşaqlar böyüdü və mən hansısa bir tədbirə gedirdim, ona zəng elirdim ki, mən onda maşın sürmürdüm. Zəng elirdim ki, gəl məni götür. Deyirdi ki, bir taksiyə min gəl də, nə var ki? Yəni, nə demək istəyirəm? O çox gözəl bilirdi ki, məsəl üçün, mən cəmiyyət içindəyəm, bu sənətdəyəm, təhsil almışam və mən ona həmişə təşəkkür eləmişəm hər zaman ki, mənim uşaqlıqda mən evdən çıxmışam da, yəni valideynlərə ehtiyacın olan vaxt ki, dərsdən gəlirsən, istəyirsən sənə anan qulluq eləsin, yeməyin, səhər evdən dərsə gedəndə, bəli, mən evdən çıxmışam. Harada qalıb bəy? Burada Bakıda dayılarımın yanında böyümüşəm, Bülbül adlı məktəbdə oxumuşam. Yəni, mənim üçün o vaxtlar çox çətin idi. Yəni, yoldaşım sağ olsun ki, baxmayaraq ki, mən bu qədər əziyyət çəkdim, təhsil aldım və çox çətinliklərim olubdu təhsil illərim zamanı. Çünki yaşım az idi, evimizdən ayrılmaq, gəlmək, təhsil almaq mənim çox ağır idi. O Bakıda, bu indiki Bakı deyildi, fərqli idi. Təbii. Adam bir yerlisini görəndə bir dünyaları ona bağışdırdın. Yəni, heç kim yox idi burada, telefonla danışmaq çətin, yəni çox şeylər. Mən ölüm, necə tanış oldunuz? Qısa tanışın, vaxtımız azdır, necə tanış oldunuz? Tanışlığımız oldu ki, o narxozda oxuyurdu. Mən də Bülbül adlı musiqi məktəbində oxuyurdum. Mən o həmişə narxozun yanından keçib evə gedirdim məktəbə. O da orada tələbə idi. Yəqin ki, orada məni görübdü. Bilirdim, bir kətçiyik, bir yerliyik. Bir neçə dəfə... Hardan bilirdiniz biz kətçisiz? Biz kətdənik də, eyni kətdənik. Tanıyırdınız onda? Bəli, mən onu tanıyırdım, amma yalan deyə bilmərəm. O institutun qabağında həmişə onlar dayanırdı. O vaxt belə mod idi, bütün oğlanlar orada dayanırdı. Mən də oradan keçib metroya gedirdim, Baksovet metrosuna. Mən heç salam da vermirdim, düz keçirdim. Amma ürəyinizə keçirdi ki, ayala bu oğlan mənə sevgi. Qəti, ümumiyyətlə belə olmayıb. Heç ağlımın ucundan da belə keçməzdi ki, belə bir niyyəti olar. Sonra da məktəbə gəldi, getdi. Əvvəl dedim ki, bir də mənim dalımca gəlmə, sən mənim qardaşım, mən də sənin bacın. Get, bir də gəlmə. Amma qismətdə var idi ki... O da sözün üstündə durdu, getdi də, gəldi də. Getdi də, gəldi də. Və şükür Allaha bugün mənim xoşbəxtsiz. Əlbəttə ki, Allah qorusun mənim ailəmi, balalarımı, nəvələrimi, onu da başımızdan Allah əski eləməsin. Ailə dəyərləri müqəddəsdir. Ailəni qoruyub saxlamaq asan bir şey deyil. Ora gərək əmək verəsən, mücadilə edəsən, çətinliklərə dözəsən, çətinliklərə dözməsən, ailə yürüməz, getməz. Hər kiçik şeyləri böyüdərsənsə, yenə ailə yürüyüb getməz. Və gənclərə də tövsiyəm odur ki, bugün ailəsindən boşananlar, evliliklərini sona yetirən gənclərimiz bugün çoxdur. Bir 5-6 ildən sonra mən
bunu görürəm. Çünki siz demiş 6-cı hiss də məndə biraz Bilirəm. var. Sizin bürcünüz nədir? Balıq. Balıq. 6-cı hiss mənə deyir ki, bir 6-7 ildən sonra o qədər peşmançılıqlarını çəkəcəklər ki, yəni hər adi şeyə görə ailə dağıtmaq olmaz. Yəni çox ciddi problemlər yoxdursa, ailədə, yəni məişət mövzularıdırsa, keçici şeylərə görə, yəni bəzi şeylər var ki, onları güzəşt eləmək lazımdır. Üzr istəyirəm, həm deyirlər ki, vaxt az qalıb. Allah, mən Nuriyə xanımla 2 saatda oturub söhbət eləsək, çünki o qədər təmiz, səmimi danışır ki, bilirəm ki, səmimidir də, bu adam maskalanmayıb. Nə var odur? Estağfurullah. Nuriyə xanım, ümumiyyətlə ailədə sevgi üstə qalır, yoxsa diqqət, hörmət? Gənclikdə, yaşın az vaxtında insanda ötəri hisslər olur. O hisslər çox vaxt insanı aldadır. Yaşa dolduqca, həyatı dərk etdikcə və ailədə o dediyiniz o sevgi, onlar hamısı sonradan keçir qarşılıqlı hörmətə. Qarşılıqlı hörmətə, o sevgi paylaşılır uşaqlara, nəvələrə və əlbəttə ki, ailədə ər və arvad öz bir-birinə olan diqqətini həmişə qoruyub saxlamalıdır. Yəni o hörmət olarsa hələ sevgi də olacaq. Diqqət yoxdursa demək sevgi də yoxdur. Diqqət çox önəmlidir. Yaxşı, siz sevgini ötmüsünüz, indi hörmətdir. Sizdə nədir? Hörmətdir yoxsa hələ sevgidir? Mənə elə gəlir, sevgi çox önə çıxsa, ailə dağıla bilər. Ay ağıllı balam. Çünki sevgi insanı uçuruma aparır. Ay ağıllı qızım. Ay sən bərəkallah sənə. Çünki o qədər sevənlər görmüşük ki, ailə dağılıb. Bir dəfə xalam mənə dedi ki, dedi, niyə biz yoldaşımla dalaşanda, dedi, siz niyə dalaşırsınız da? Sevib ailə qurmayanlar, tanışlıqla ailə quranlar dalaşanda başa düşürük də. Və sevən insanlar niyə ayrılır, dalaşır? Dedim, sevib ailə qurmayanlar çox bir-birindən ummur heç nəyi. Bəli. Amma sevən insanlar maksimum bir-birindən hər şeyi umur deyə, onların arasında dava hədsiz çox olur. Bəli, balaca uşağa dönürlər. Bəli. Bəli. Ona görə də sevgi biraz təhlükəli duyğudur. Həm gözəldir, həm də təhlükəlidir. Ailənin daha çox hörmət, bir-birinə sayğı aparır. Sayğı saxlayır, bəli. Diqqət aparır. Yəni mən desəm ki, bütün sevgi aparır, orada inanmıram, axıra qədər getsin. İndi sizdə sevgi ilə yanaşı hörmətdir, yoxsa necə? Bizdə... Çünki bunlar artıq bunlarda artıq diqqət bayaq hörmətdir. mamam dedi, uşaqlar olandan sonra sevgi paylanır da, uşaqlara keçir. Hətta sevgi ailənin o birisi üzvlərinə də keçir. Sizə xoşbəxtlik. Sağ olun. Və Allahdan bundan sonra da gözəl bəxt arzulayıram. İnsanın gözəl bəxti olarsa, onun qızıldan taxtı da olacaq. O bəxtin içində hər şey var. İstedadda, ailədə, uşaqda hər bir şey var. Çox sağ olun. Və burada adı yaxşı da rejissorumuz deyir ki, bizim adımızdan da. Nuriyə xanım, sizi MTV kanalının rəhbərliyi adından. Çox sağ olsunlar. Etiraf edişinin rejissoru İsfəndiyar müəllimin adından, operatorlarımızın adından, səs rejissorumuzun adından, efir rejissorumuzun adından, belə bütün heyətin adından təbrik edirik ki, nə yaxşı Azərbaycanımızda belə sənətkarımız var və nə yaxşı ki, boylu, buxunlu, qamətli, əsr səhnəyə yaraşan, əxlaqlı, tərbiyəli, ağıllı bir xanım var. Və bu günlərdəki Çınanay bizə elə bir ərmağan eləyirsən də. Mən də təşəkkür eləmək istəyirəm sizə, televiziya rəhbərliyinə, hər birinə və torta görə, bu gözəl güllərə görə ki, siz anamı belə bugün əziz elədiniz. Bizim borcumuzdur. Sizə minnətdaram. Bizim borcumuzdur. Bizim kanalımızın ümumiyyətlə kanalımızın rəhbərinin diqqəti sənətkarlara böyükdür. Ona görə də mən onların adından təbrik elədim ki, yəni sənətkarları biz sevirik və təbrik edirik, qapılarımız da açıqdır. Olur ki, sənətkarların məsələsi gəlirlər, bəlkə də kiminsə verilişinə, kiminsə nəsə, bir yüngülbayı nəsə olursa, inanın Allah, onu əgər rəhbərliyi bilərsə, o adamı o saat uzaqlaşdırır. Çünki incəsənət, əsl sənətkarların bir damcı xətirlərinə deyilməməlidir. Bugün bizim ehtiyacımız var bu xanıma. Karaleva! Ad günün mübarək, şan günün mübarək. Təşəkkür edirəm, çox sağ olun. Təbrik edirik, sizə uzun ömür, can sağlığı və sizin mahnılarınızla da ayrılırıq. Sağ olun, əziz tamaşaçılarımız. Bugün verilişimiz tamamlandı. İnşallah
Gələn həftənin şənbə günü biz sizinlə görüşəcəyik, amma Novruz abı havasında. İndi isə Nuriyə xanımın əhval-ruhiyyəsində sizlə ayrılıram. Sağ olun, salamat qalın.